yoruldu. Ayda sən o stresin qızı deyil. Sən nətər arsızsınız siz ailəlikcə. Sənin də dəvə daş ortadan tutmadılar o günləri. Hələ o spinsin arkasında cəranın gedəsi ilə verdiyin oqqalarından daş kameralara düşür. Deməli, bugünkü dərsimiz mumyalamaq prosesidir. Müəllim, mumyalamağı necə Deməli, eləyirsiniz? mumyalamaq üçün birinci Nil çayının qırağına cəsəti aparırıq. Əgər bu adam varlıdırsa biz onu yaxşı belə elə yuyuruq ki, heç belə ruhu da incimir də. Amma əgər kasıbdırsa onu belə atırıq Nil çayının içərisinə çıxardırıq. Sonra gətirib burada mumyalamaq prosesini aparırıq. Mumyalamaq prosesində birinci biz beyni çıxardırıq. Ancaq baxırıq. Əgər bu adamın həyatı boyunca bir normal bir dediyi söz olubsa, deməli onun beyni var. Yox, olmursa deməli beyni yoxdur, heç ona toxunmuruq. Yəni ki, bizə görə o beyni Almışsın oğlum, mənə 8 balda kobra. Ay, burada söz danışıram. Danışdın Gəlirəm mən. səni verərəm o firavunun gələsinə. Ondan sonra sən qalarsan ortalıqda. Deməli orqanları çıxardırıq. Qaraciyər, bağırsaq, böyrək nə tapdıqsa Nil qırağının bazarında satırıq. Mumyalama prosesi necə aparılır? Altdan birinci nəmləndirici krem, sonra günəş kremi, sonra baza, sonra rumyana, sonra ten dibi krem, sonra sabitləyici, sonra da biz bunu mumyalayırıq, üstünü asfaltla veririk misir piramidalarının içərisinə. Gələn həftə bu dərsdən imtahan sualları salacağam sizə. Əgər də dəvəz firavundursa, onda siz bu dərsdən keçmiş sayılırsınız. Əgər də dəvəz kasıbdırsa, gedin özünüzü Nil çayına atın, çünki hamınızı kəsəcəm. Nəysə, dərk vuruldu. Mən gedirəm özünüzə yaxşı baxın, azmaya bax. Sən də dəvə nömrəsi məndə də avazdan girib deyərəm sənə. Cəhənnəm olun.